Bonn İqlim Samiti çərçivəsində keçirilən COP29 sədrliyi gündəliyinin iqlim fəaliyyəti naminə su üzrə Bakı dialoqu təşəbbüsünə həsr olunmuş görüş keçirilib. İqlim dəyişikliyi və su böhranı üzrə həllərin bölüşülməsi və konkret fəaliyyətlərin təşviqi məqsədi ilə yaradılan iqlim fəaliyyəti naminə su üzrə Bakı dialoqu qısa müddət ərzində qlobal miqyasda mühüm tərəfdaşlıq platformasına çevrilib. Görüşdə Avropa İttifaqı, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkiyə, Macarıstan, Almaniya, Yaponiya, Qambiya, Filippin və bir sıra digər nümayəndələr də çıxış ediblər. Çıxışçılar Bakı dialoqu platformasına bir daha dəstəklərini ifadə edib və platformanın fəaliyyətinin qurulması və irəlilədilməsi istiqamətində dəstək verməyə hazır olduqlarını ifadə ediblər. Bugünkü görüş su üzrə Bakı dialoqu ilə bağlı ilk aralıq görüşü kimi qeyd olunur. İştirakçılar dialoq platformasının gələcək fəaliyyət modeli, dəyəri və dayanıqlı əməkdaşlıq mexanizmləri üzərində müzakirələr aparacaqlar. Məqsəd su üzrə Bakı dialoqunun fəaliyyətinin qurulması və Braziliyanın Belém şəhərində keçiriləcək COP30 çərçivəsində ilk rəsmi toplantısına hazırlıqdır. Elçin Allahverdiyev həmçinin vurğulayıb ki, platformanın təsis edilməsi və icrası üzrə BMT-nin ətraf mühit proqramı, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası və Ümumdünya Meteorologiya Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində intensiv işlər görülüb. Məqsəd su və iqlim dayanıqlılığı sahəsində əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin elmi araşdırması və su mənbələrinin milli adaptasiya planı, milli səviyyədə müəyyən edilmiş töhfələr, milli biomüxtəliflik planları və əlaqədar siyasət planlama sənədlərində nəzərə alınmasını təşviq etmək, bilik mübadiləsi və həmrəylik əsasında sistemli yanaşmanı təmin etməkdir. Görüş çərçivəsində platformanın icra mərhələsi üçün yol xəritəsinin təqdim olunduğu diqqətə çatdırılıb. Su üzrə Bakı dialoqu COP29-un sülh, su və iqlim yanaşmasının tərkib hissəsidir və iqlim dəyişikliyinin ən həssas sahələrindən biri olan su ehtiyatlarına təsiri azaltmaq məqsədi ilə tərəfdaşlıq və institusional əməkdaşlığı genişləndirməyə hədəfləyir. Xatırladaq ki, təşəbbüs 2024-cü il noyabrın 21-də Bakı şəhərində rəsmi olaraq irəli sürülüb və ötən 7 ay ərzində bununla bağlı ciddi irəliləyişlər əldə edilib. Platformaya artıq 72 ölkə daxil olmaqla 100-ə yaxın iştirakçı qoşulub və bu rəqəm sürətlə artır.